Deməli bugün biz birinci qrup, daha doğrusu ikinci qrup, 11-ci sınıf A variantı sınaq 8-ə baxacağıq. Gəlin birinci sualdan başlayaq. Birinci sualda bizə deyir ki, x1 3'dür, x2 isə x-in isə 2x n-1 düsturla verilən ardıcıllığın 3-cü həddini tapın. 3-cü həddini tapmaq istəyiriksə, gəlin öncə bura nə yazaq? Təbii ki, x2-ni yazmaq lazımdır. Deməli, x2'ni onda yazacağım ki, x1 bərabərdir 3'ə. x2 burada nə olur? N'in yerinə n plus 1'dir də 2 olması üçün n'in yerinə 1 qoymalıyam. 2 vurulsun x1 çıxılsın 1'ə. Bu da eləcək 2 vur 3 çıxılsın 1, yəni 6 çıx 1 5'ə. x3'ə baxsaq, x3'ə baxanda burada eləcək 2x2 çıxılsın 1, yəni 2 vurulsun 5 çıxılsın 1. Bu da eləcək 10 çıx 1, yəni 9 C variantı. İkinci sualda A deyir, aşağıdakilərin hansının qiyməti ən böyükdür? Məsələn, mənfi 0,5 götürüb işləyə bilərik. Mənfi 0,5 üstündə 5, mənfi 0,5 üstündə 4, mənfi 0,5 üstündə 3, mənfi 0,5 üstündə 2 və mənfi 0,5. Ən böyük olan hansı olacaq? Təbii ki, D variantı olacaq. Çünki 10 kvadrat 0,125'dir. Amma digərlər, məsələn, bu 0,1000'də 625'dir. Daha doğrusu 10.000'də. Burada görürsünüz artıq vergül, yəni bildiyimdə normal ədəd olsaydı kvadratı, kubu böyük olardı, yəni üstü 4 olan. Amma digərlərdə mənfidir deyə baxmıram. Amma burada kəsir olanda kəsirin balacası böyük olur. Buna görə cavab D olur. Üçüncüsü funksiyada f2 9 olarsa c'ni tapın. Yəni x'in yerinə 2 qoyacağım. 9 bərabərdir 2'nin kvadratı üstəgəl 2 üstəgəl c'yə. 9 bərabərdir 4 üstəgəl 2 üstəgəl c'yə. Yəni 9 bərabərdir 6 üstəgəl c'yə. C də buradan 3 olacaq. Deməli deyir ki, alfa kör bucağının, məsələn bizim bir dənə alfamız var, kör bucağının təpə nöqtəsindən keçən düz xətt, təpəsindən bir dənə düz xətt keçir. Düz xətt bucağın tərəflərindən birinə perpendikulyardır. Yəni bura perpendikulyardır. Digərdə olacaq onda neçə? Bura 90'dırsa, burada məsələn x olsun. 90 üstəgənsin x kör bucaqdır. Yəni 180'dən kiçikdir və 90'dan böyükdür. Alınan kör bucaq alfaya bərabər olarsa iti bucaq neçə dərəcə olar? O verilən variantları qoyub baxa bilərik. Məsəl üçün burada hansıları qoyub yoxlasaq. Deməli dedik ki, alfa 90 ilə arasında olmalıdır, 180 arasında olmalıdır. Yəni 90 plus alfa. Gətirib burada yerinə qoysaq, deməli burada bu bucaq neçə olacaq? Alfa çıx 90 olacaq, digərdə 90 olacaq, digər kör bucaqsa. Yəni yazacağım ki, 180 çıxılsın, alfa çıx 90 bərabərdir alfaya. Buradan da 180 çıxılsın, alfa üstəgəl 90 bərabərdir alfaya. 2 alfa bərabərdir 270'ə, alfa da bərabərdir 135'ə. İti bucaq istəyirsə, deməli 135'dən də 90'ı çıxacam, qalacaq 45C variantı. İndi burada deyir tərəfi 6 10 düzgün 6 bucaqla iki paralel tərəf arasındakı məsafəni tapın. Bu şəklini çəksək təxminən kiçik şeyə gəlmiş olacaq. Məsələn deyək bu 6 bucaqlımız olsun. İki paralel tərəfi bu tərəfdən bu tərəf paraleldirsə, bunların arasındakı məsafə kiçik diaqonaldır. Kiçik diaqonalda tərəfin kökdəçə vurulmuş halıdır. 6 kökdəç. Növbətində bunu açsam, iki formada aça bilərsə, a kvadrat çıx b kvadrat kimi və yaxud da birincinin kvadratı a kvadrat üstəgəl 2ab üstəgəl b kvadratı çıx a kvadratı çıx 2ab üstəgəl b kvadrat. Qabaqdan mənfiyə görə hamısının işarəsini dəyişik yazdım. Əks işarələri ixtisar eləyəndə geridə 4ab qalır. 4 vurulsun 4 bizə verəcək 16'nı. Aşağıdakı ədədlərin hansı y bərabərdir 2 sinus x plus 1 funksiyasının qiymətlər çoxluğuna daxil deyil. Burada sinusun yerinə 1 qoya bilərik. Ən böyük, ən kiçik isə mənfi 1 qoya bilərik. 2 vurulsun mənfi 1 üstəgənsin 1 bizə verəcək mənfi 2 üstəgəl 1'i, yəni mənfi 1'i. Sonra 2 vurulsun 1 üstəgənsin 1 bizə verəcək 3'ü. Deməli mənfi 1'dən kiçik olmaz. Daha doğrusu böyük, mənfi 1'dən kiçiklər olmaz. 3'dən böyüklər olmaz. Burada da cavab olacaq mənfi 2 A variantı. İfadənin qiymətini tapın deyir. 64'ü yazaram 64 bölünsün 25'də 12 formasında vurulsun 5'də 2. Bundan bu gedir 6 qalır, bundan da bu gedir 5 qalır. 64 2 üstü 6 deməkdir, vurulsun 6'da 5'ə. 6'lar gedir, qalır 2 üstü 5, yəni 32 A variantı. 9-cu sualda deyir ki, ABC'də ASB 90 dərəcədir.
AD 10'dur, DC 8'dir. BAC bucağı, BAC bucağı üstə gəlinsin. BDC bucağı 90'dır. Yəni bura alfa olsun. Bura beta. Bizə deyir ki, uşaqlar, buradakı A bucağı ilə D bucağının cəmi 90'dır. Demək, alfa ilə betanın cəmi 90'dırsa, yəni biz burada belə nəyi istifadə eləyək? Deyək ki, burada olsun H. O zaman tangens alfa nəyə bərabərdir? H bölünsün 18'ə. Bəs tangens beta nəyə bərabərdir? H bölünsün 8'ə. Bu ikisinin hasili bizə verəcək nəyi? H tangens alfa vurulsun tangens beta bərabər olmalıdır 1'ə. Buradan da olacaq h bölü 18 vurulsun h bölü 8 bərabərdir 1'ə. H kvadrat bərabərdir 144, h da bərabər olacaq 12'yə. Cavab D variantı. 10 nömrəli sualda 3 bucağın daxili bucaqlarını verib 2x, 3x və 4x. Cəmini bərabərləsə 180, x buradan 20 olacaq. İndi bizə nə deyir? Toxunma nöqtələri ilə çevrənin bölündüyü göstərən ən kiçik dərəcə ölçüsünü tapın. Daxilinə çevrə çəkilmişdir. 3 bucağın daxilinə çevrə çəkilmişdir deyir. Onda bu şəkildə çəksək daxilinə. Aha, bura neçə oldu? Bura 40 idi. Digəri 60 idi. O birisi də 80 idi. Onda əgər bura 60'dırsa, digəri 180'dən məsələn 180'dən çıxacam 40 olacaq 140. Deməli bu qövs 140'dır. 180'dən çıxacam 60'ı qalacaq 120. Bu qövs 120'dir. 180'dən çıxacam 80'i qalacaq 100. Digər qövs də 100'dür. Ən kiçik qövs istəyir. Cavab olacaq D variantı, yəni 100. 11 nömrəli sualda ifadənin qiyməti digər ifadənin qiymətindən böyükdür. Yəni 7x minus 17 böyükdür 3x üstəgəl 13'dən. Buradan 4x böyükdür 30'dan, x də böyük olur 7,5'dən. Ən kiçik neçə olacaq? 8. C variantı. 12 nömrəli sualda deyir, aşağıdakilərdən hansı doğrudur? A çıx B çıx C bərabərdir A çıx B çıx C-yə. A, B ilə birləşməsi C ilə birləşməsi. İkinci doğrudur. İkinci doğru olacaq. Üçüncüyə baxaq. Bu üçüncü də doğrudur. Ya birinci A-nın B-ni kəsir, sonra C ilə. 2 ilə 3 doğrudur. Burada hamısı olan cavab yoxdur. Ona görə heç biri düşünməyə ehtiyac yox. Cavab olacaq Y variantı. Keçək 12'yə, 13. Qarşılıqlı sadə ədədlər nə edilir? Heç bir ortaq bölənləri olmamalıdır. Yəni, mənə verib ki, 2A plus 1 ilə B üstə gəlsin 2 qarşılıqlı sadədir. O zaman deyir ki, 14A bərabərdir 9B üstə gəl 11 olarsa AB hasilini istəyir. AB hasilini bizdən istəyirsə, gəlin baxaq. Burada nə edə bilərik? A-nın yerinə yazaq 2A plus 1. Daha doğrusu buradan A-nı tapsaq. Neçə olacaq? 14. 14'ü belə yazaram. 7A 2 vur 7A bərabərdir 9B plus 11'ə. Buradan da yazarım ki 2 vurulsun 7A çıxılsın 7 ya da belli. Aha. Çıxılsın 7 yox. Üstə gəlsin 7 yazaq. Üstə gəlsin 7. Bərabərdir 9B üstə gəl 11 üstə gəl 7'yə. Hər tərəfə bir 7 əlavə elədim. Buradan 7'ni çıxardanda qalır 2A üstə gəl 1 bərabərdir 9B üstə gəl 11 üstə gəl 7'yə. Buradan 2A üstə gəlsin 1 bərabərdir 9B üstə gəlsin 18 bölü 7'yə. Buradan da 9'u çıxardanda qalacaq 2A üstə gəlsin 1 bərabərdir 9'u çıxardanda B üstə gəlinsin 2 bölünsün 7'yə. Burada A ilə B qarşılıqlı sadədirsə 9'dan 7 qarşılıqlı sadə olduğu üçün AB hasili 9 vur 7 63 ola bilər. Bir başqa hala da baxsaq belə eləyə bilərik. Çarpaz vursaq olacaq 7 vurulsun 2A üstə gəlsin 1 bərabərdir 9B plus 2'yə. Deməli, mən burada nə edəcəm? Pardon, bunu belə yazmayacaq. Yazacaq ki, 2A üstə gəlsin 1, 9 olar. Bir də 7 bərabərdir B plus 2 olar. Buradan da olacağında 2A bərabərdir 8'ə, A bərabərdir 4'ə, B də bərabərdir 5'ə. AB hasili 20, cavab B variantı. Sinus, kosinus, tangens, kotangens hasilini istəyir. Tangeslə kotangesin hasili 1'dir. Sinus vurulsun kosinusun da yerinə belə yaza bilərik.
2'ye vurub 2'ye bölərik. O zaman olacaq sinus 2 alfa bölünsün 2. Yəni 0,5 sinus 2 alfa B variantı da olacaq cavab. Sxemdə A və B nöqtələrindən keçən düz xəttin asılılığı müəyyən edin deyir. Həm A-dan keçməlidir, həm B-dən. B-nin koordinatları nədir? 3 ilə 2. Bəs A-nın koordinatları nədir? -1, 4. Variantlarda hansında 3 ilə 2 və -1, 4-dən keçir? Onu axtarsaq kifayət eləyəcək bizə. Deməli, baxaq, 3 qoyanda 2 aldığımız varmı? D variantında elə bir sanki var. X-in yerinə B variantına da baxaq. B variantına baxın. Y bərabərdir -2x üstəgəl 4-ə. Gəlin öncə -1'i qoyaq. Y bərabərdir -2 vurulsun -1 üstəgəlsin 4. Bu da eləyir 2 üstəgəl 4, yəni 6. Deməli B uymadı. Keçək A variantına. A-ya əslində birinci A-dan başlamalıydıq. B yox. A-ya baxaq. A-da nəyi qoyacam? X-in yerinə deməli 4 bərabərdir -2,5 vur -1 üstəgəl 1,5'ə. Bu da eləyəcək 4 bərabərdir 2,5 üstəgəl 1,5'ə. Bəli, bu 4'ü verir. Bir də 3 qoyanda 2 almalıyıq. 3 qoysaq Y bərabərdir -2,5 vur 3 üstəgəl 1,5'ə. 2,5'i 3'ə vuranda olacaq 7,5 mənfi. Üstünə 1,5 gələndə qalacaq 6. Deməli bu da olmur. Keçək C variantına. -1,5'i -1'ə vurub üstünə 2,5 gəldikdə eləyir 4. Bu olur. Sonra 3 qoyunda 2 almalıyıq. -1,5'i vuracam 3'ü üstünə gələcəm 2,5'i. -4,5 üstünə də 2,5 gəldikdə eləyir -2. Yəni bunun cavabı -2 olmalıydı. Bu da olmur. Bir dənə Y variantı qaldı. Y-yə baxsaq. Y-yə baxaq. -0,5 -1'ə vurub üstünə 3,5 gələndə eləyəcək 4. Bu olur. Bir də -0,5'in 3'ə vururuq. Eləyəcək 1,5 mənfi. Üstünə 3,5 gəndə 2 eləyir. Bəli, Y variantı hər iki nöqtəni qoyduqda cavabımızı verir, yəni ödəyir. Keçək 16'ya. K-nın hansı qiymətində ifadənin qiyməti natural olar deyir. Yazacağım K-da 3 üstəgəl 4 üstəgəl 5. Bu da eləyəcək 12 böl K-ya. Natural olması üçün nələr lazımdır? 1 qoya bilərəm, 2 qoya bilərəm, 3 qoya bilərəm, 4 qoya bilərəm, 6 qoya bilərəm və 12'nin özünü. 2, 4, 6 dənə həll qoya bilərəm. Radiusları 5, 3 olan 2 konsentrik çevrə arasında halqanın qalınlıq sahəsi olacaq pi böyük R-in kvadratı çıx pi kiçik R-in kvadratı. Bu da olacaq 25 pi çıxılsın 9 pi, yəni 16 pi D variantı. Alfa betdə kəsir hissələri bərabər olan qarşılıqlı tərs ədədlərdir. Alfanın tam hissəsi 4'ə bərabər olarsa alfa plus betdən cəmini tapın. Qarşılıqlı tərs ədədlərdirsə A vurulsun, demək alfa vurulsun beta bərabər olmalıdır 1'ə. Yəni alfa bərabər olacaq 1 böl beta'ya. İndi alfanın tam hissəsi 4'dür. Və kəsir hissələri bərabərdir. Məsələn 4 tam onda deyək ki A-dır, digərdə x tam onda A-dır. Bu nədir? 4 tam onda A deməkdir. Bu bizə nəyi verəcək? Onda 40 üstəgəl A-nı. Bu bərabərdir nəyə? 1 böl betdə tərsinə çevirməlidir. Onda 4, 40 üstəgəlsin A-ya. Belə tapmaq biraz çətin gedəcək. Ona görə başqa hansı metodla gedə bilərik uşaqlar? Çünki cavablarda ifadələr də var. Yəni kök adlı ifadələr də var. Demək ki, bu fərqli də ola bilər. Deməli, necə yazacağım? Kəsir hissəni alfa nəyə bərabərdir? 4 üstəgəl x-a. Kəsir hissə x dedim. X da nədir? 0 ilə 1 arasında yerləşəcək. Sonra beta nəyə bərabərdir? Bəs n üstəgəl x-a. Buradan alfa 1'dən böyükdür. Beta isə 1'dən kiçik olmalıdır. Çünki qarşılıqlı tərsdir axı. O zaman beta bərabər olacaq x-a. Qarşılıqlı tərs ədədlərdə 4 üstəgəlsin x vurulsun x bərabər olmalıdır 1'ə. Çünki qarşılıqlı tərsdir bunlar. Bu da eləyir x kvadrat üstəgəl 4x minus 1 bərabərdir 0'a. Bunun bir kökü olacaq kökdə 5 minus 2. Və salam x-i tapdıq. Kökdə 5 minus 2. Gətirib yerinə qoyduqda biri olacaq 4 üstəgəlsin x üstəgəl x idi axı, yəni 4 üstəgəl 2x. X-in də yerinə aldığımızı qoysam 4 üstəgəlsin 2 kökdə 5 minus 2. 2 vur 2, yəni 4. 2'yə vurdum. Bu da eləcək 4'lər gedəndə 2 kökdə 5 cavab Y variantı. Sinus 2x bərabər tangens 135'ə. Tangens 135'də nə alır? Təbii ki, -1'i. Buradan -1'i alacaq.
-1 olacaq. Sinus 2x bərabərdir -1-ə. Sinus -1-i nə zaman alır? Sinus -1-i 90, 180, 270 alır səhv etmirəmsə. 2x bərabər olacaq 270, x də bərabər olacaq 135-ə. Və son cavab olacaq Y variantı. İki müsbət vuruğun hər biri 20% artarsa, hasil neçə faiz artar? 20% artarsa, olacaq məsələn biri 1,2A, biri də 1,2B. Onda onların hasili vuranda 1,2A-nı 1,2B-yə vuranda cavab elə 1,44AB, yəni 44% artdı. Koordinat başlanğıclarına nəzərən simmetrik olan nöqtə deyirsə, deməli x, y eşitməlidir -x, -y. Yəni -2 5-dirsə, olacaq 2 və -5 A variantı. Aşağıdakılardan hansının sonsuz sayda həlli var deyir. 1 bölünsün k bərabərdir k bölü 4, o da bərabərdir -1 bölü 2-yə. Çarpaz vuranda k kvadrat bərabər 4-ə, k da bərabərdir müsbət -2-yə. İndi gətirib yerinə qoysaq, aşağıdakilərdən hansı sonsuz sayda həlli olan tənliklər sisteminin k parametrinin həllərindən biridir? K-nı tapdıq müsbət -2. Gətirib yerinə qoyanda -2-də 1 bərabərdir 4-də -2, o da bərabərdir 2-də -1. Bu ödəyir. K-nı -2 tapdıq. İndi -2-dirsə gətirib yerinə qoyun. X çıxılsın 2y bərabərdir -1-ə. Bir də -2x üstəgəl 4y bərabərdir 2-yə. Gəlin yuxarını 2-yə vuraq. Olacaq neçə? 2x çıxılsın 4y bərabərdir -2-yə. Aşağıda da -2x üstəgəlsin 4y bərabərdir 2-yə. Tərəf-tərəfə toplayanda bunlar gedir, bunlar gedir. Belə olmayacaq. Onda gəlin variantları yerinə qoyub baxa bilərik. Məsələn, 1 qoysaq ödəyir elə biləm. Y variantına baxın. X-in yerinə 1 qoyanda 1 çıx 2 vur 1 bərabərdir -1-ə. Bəli. -2 vur 1 üstəgəl 4 vur 1 bərabərdir 2-yə. Vəsiyo cavab olacaq Y variantı da. Digərlərini düşünməyə ehtiyac yoxdur. Hədləri həndəsə silsilə. Həndəsə silsilə nəyə deyilirdi? Ortadakının kvadratı bərabərdir kənardakıların hasiliyinə. Burada vurub açsam 4x kvadratı çıxılsın 16x üstəgəlsin 16 bərabərdir. 4x kvadratı çıx 11x çıx 4x üstəgəl 11-ə. Burada 4x kvadratları gedir. -16x üstəgəlinsin 15x bərabərdir 11 çıx 16-ya. -x bərabərdir -5x də bərabərdir 5-ə. X deməli 5 olacaq. Üçbucağın bir təpəsindən çəkilən hündürlüyü təpədəki bucağı 20 və 40 olan iki bucağı ayırır. Bu üçbucağın kiçik tərəfinin kiçik daxili bucağının dərəcə ölçüsünü tapın. İndi bura 20, 40-sa bura 70-dir. Bura 40, 90-dırsa bura 60-dır. Kiçik nə istəyir? Bu üçbucağın kiçik daxili bucağının dərəcə ölçüsünü tapın. Pardon, bura 50 olur. 60 50. Olacaq 50. Kiçik daxili bucağı 50-dir. 25-ci sualda sinus vur kosinus deyir 3-də 1-dir. Sinus vur tangens. Sinus vur tangens nə deməkdir uşaqlar? Yazsaq. Bu bizə nəyə verəcək? Sinus alfa vur tangens alfa. Tangensin yerinə yaza bilərəm sinus böl kosinus. Bu s-cı yazacağım. S vurulsun. S böl c üstə gəlsin. C vurulsun. C böl s. Hələ ki sürət işləyirəm. Ortaq məxrac SC götürəndə olacaq S kubu üstə gəlsin C kubu bərabərdir. Buradan da SC qalsa, burada yazacağım S üstə gəlsin C. S üstə gəlsin C'nin kvadratı çıx 3SC. SC. Burada SC-lər 3-də 1-dir. Yerinə qoyacaq 3-də 1-i. Alınacaq S üstə gəlsin C. Vurulsun S üstə gəlsin C'nin kvadratı. Çıxılsın 3 vurulsun 3-də 1. Bölünsün 3-də 1. Böl sinus üstə gəl kosinus. Bunlar ixtisar gedir. Geridə qalır nə? Bundan bu gedir 1 qalır. Deməli burada qalır S üstə gəlsin C'nin kvadratı çıx 1 böl 3-də 1. 3-də 1 də vurma kimi 3 kimi qabağa gəlir. S üstə C'ni açanda 3 S kvadrat üstə gəl 2 SC üstə gəlsin C kvadratı. Çıxılsın 1.
Burada s kvadratla c kvadratı bizə 1'i verir. Bu da digərdə 3'də 1 idi. 3'də 1'i 2'ye vuranda 3'də 2 üstünə 3 gələndə 3'də 5. 3'də 5'i 3'e vuracağım və 1 çıxacağım. 3'lər ixtisar gedir. Geridə qalır 5 çıx 1, yəni 4. Cavab olacaq 4. Gecə 26'ya. ABCD trapesiyasında MN orta xəttir. AD 26'dır. BC 14 olarsa FY'ni tapın deyir. FY əgər orta xətdirsə uşaqlar, bura 14-sə bura 7-dir, burada 7-dir. Bura 26-sı 26'nın yarısı 13'dür. Yəni bura düşəcək 6. Başqa bir deyimlə 26'dan 14'ü çıxıb yarıya bölməliyik. O eləcə 12 bölü 2, yəni 6. Uyğunluğu müəyyən edin deyir. Ən kiçik qiyməti 3'e Y variantı uyğun gəlir, çünki 0'da təyin olunmur. 2'ye D variantı uyğun gəlir, çünki 0'dan kiçik qiymət alınmır. Sonra artan funksiyadır. Artan funksiyadır C variantı 1'e gəlir. Çünki niyə? X artıranda Y artır, X azaldanda Y azaldır. Cüt funksiyadır. A variantı 2 uyğun gəlir. Dövrü funksiyadır deyir. Verilənlərin heç biri dövrü deyil, ona görə dövrü olanı yazmırıq. Keçək 28'ə. Situasiya. Baxaq. Ramil, Emin, Fərid, Orxan adlı 3 oğlu var. Ramilin, Emin, Fərid, Orxan adlı 3 oğlu var. Eminin 12, Fəridin 6, Orxanın 4 yaşı var. Onlar gündəlik xərclədiyi pul yaşlarıyla düz mütənasibdir. İndi Ramil 400 manat pulunu 60%-ni 3 oğlu arasında yaşlarının tərs mütənasib olmaqla böldü. Əvvəlcə nə edək? 450-nin 60%-ni tapaq. 450-nin 60%-i eləyəcək neçə? 0, 3 yadda, 24, 27, 270 manat o yaşlarının tərs mütənasib. Birinci 12'də 1x üstə gəlsin 6'da 1x üstə gəlsin 4'də 1x bərabər 270'ə. Buradan ortaq məxrəc 12 götürəndə x üstə gəlsin 2x üstə gəlsin 3x bərabər 270'ə. Bunların cəmi eləyir 6x böl 12 bərabər 270'ə. Bundan bu gedir. X də bərabər olur 540'a. Ramilin oğlu Orxana neçə manat vermişdir? Orxan 4'də 1'dir. Yəni 4'də 1 vurulsun 540. 540'ı 4'ə böləndə 55'də bir dəfə yerləşəcək. 14'də 3 dəfə yerləşəcək. 20'də 5 dəfə 135 manat pul veribmiş. Emin, Fərid, Orxan birlikdə gündə 11 manat xərcləyirlər. İndi biz nə tapdıq? Tapdıq ki, Orxana nə qədər pul verib? Orxana dedik, bir dəqiqə elə yazdım ki, üçünü də görək həllini. Aha, birinci tapdıq ki 270 manat pulu dedik ki nədir bu Orxana 135 manat verdi. İndi ikinci sualda nə tapdıq? Yaşların nisbəti 12, 6, 4 nisbətində versə, ixtisar eləndə 2, 6, 3 və 2 nisbətində qalır. Bunlar gündəlik 11 manat pul xərcləyirlər. Bu həqiqətən bu ədədlərin cəmi də 11 manatdır. Deməli Emin günə 6 manat xərcləyir. Fərid günə 3 manat, Orxansa günə 2 manat. Sonra Eminin pulu nə qədər idi bəs? Emini tapanda 6'da 1'i vursam 270'ə qalacaq 45. Fəridi tapanda Fərid də onun 6'da 2'si qədər xərcləyir. 270'i 6'da 2'yə vuranda qalır 90. İndi bizə nə deyir? 5 dəfə az olsun deyir. 5 dəfə az olsun deyirsə yazacağım 45 çıxılsın 6t bərabərdir 90 çıxılsın 3t bölünsün 5'ə. Çünki buna günə 6 manat biri də 3 manatdan xərcləyir axı. Çarpaz vuranda olacaq 225 çıxılsın 30t bərabərdir 90 çıxılsın 3t'yə. 135 bərabərdir 27t'yə. T də bərabərdir 5'ə. Cavab 5 olacaq. Keçirik 30-cu suala. Orxan 10 manatını 10 və 20 qəpiklik olaraq çevirdi. 10 qəpiklik bir metal pulun kütləsi 2,5, 5,2 bütün qəpiklərin ümumi kütləsi 406'dır. Qəpiklərin neçəsi 20 qəpikdir. Gəlin belə deyək. X qəpiklik olsun 10, X-a 10 deyə, Y-ə 20 qəpiklik deyək. O zaman yazacağım ki 10x üstə gəlsin 20y bərabərdir 1000. 1000 yəni 10 manatda. Buradan da x üstə gəlsin 2y bərabər olacaq 100'ə. X də bərabər olacaq 100 çıxılsın 2y. Bu bir. Bir də ikincisi
5,2x üstə gəlsin 6,6y bərabərdir nəyə? 406-ya. Bunu da gətirib x-in yerinə qoyduqda 5,2 x-in yerinə qoyuram 100 çıxılsın 2y üstə gəlsin 6,6y bərabərdir nəyə? 406-ya. Buradan 520 çıx 3,8y bərabər 406-ya. 3,8y bərabərdir 114-ə, y də bərabərdir 30-a. Cavab 30 dənə 20 qəpiklik var imiş. Vəssalam. Birincinin cavabı oldu 135, ikincinin cavabı oldu 5 gün, üçüncünün cavabı oldu 30 dənə 20 qəpiklik. İndi siz yazın görək hər biriniz necə yazmırsınız rəylərdə cavabları gözləyirəm.